müəllim, Xocalın Səsi qəzetidir. Bilirsiniz, rayonumuzun yeganə mətbuat orqanıdır. 1991-ci ildən fəaliyyət göstərir. Daha dəqiqəsi 9 gün tarixindən fəaliyyət göstərir. Bu qəzet fəaliyyətə başlayan zamanda Xocalın üstündə qara buludlar əsirdi. Hər tərəfdən mühasirədə idi. Müəyyən qədər oxucularımızı bu ermənilərin mənfur xisləti ilə bağlı məlumatlandırırdı. Burada sizin məktəbinizin, yəni Ballıca məktəbinin iştirakı ilə keçirilən futbol idman növündə keçirilən haqqında yazımız var. Xocalıda futbol idman növündə turnir keçirildi. Burada eyni zamanda Ballıca məktəbinin müəllimi, İştirak sinif müəllimi olan Teymur Əzimov haqqında bir yazı var. Allah qoysa bu qəzetdən ona da çatdıracağım. Mən bu qəzeti sizə verirəm, şagirdlərinizə də göstərərsiniz. Məktəbinizə, ümumiyyətlə müəllim kollektivinə, şagirdlərinizə uğurlar arzulayıram. Arzu edirəm ki, gözəl qələbələrinizi bundan sonra da işıqlandıram. Şükür edirəm, bu günə şükür edirəm ki, çox şükür Xocalın Səsi qəzeti artıq Xocalıya qayıdışımızdan, Xocalıda aparılan abadlıq, quruculuq işlərindən, bərpa işlərindən yazır və qayıdışımızdan yazır. Bugün bu Ballıca kəndində Xocalın Səsi qəzetini sizə təqdim edirəm. Həmişə qəzetimizlə maraqlanın, çalışın ki, biz də yaxşı uğurlarınız olsun, biz də qəzetimizdə işıqlandıraq. Buyurun qardaş. Təbrik edirəm, uğurlar olsun. Məktəbimizə də göndərəcəm qəzetdən. Daima olsun. Çox sağ olun. Bol olsun. Allah sizi var eləsin. Sağ olun. Qəzetin başında. Çox sağ olun. Var olsun.